Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin ve ala alihi tahirin el masumin. Ve la'nu daim ala a'daihim ve munkeri fezailihim ve gasibi hukukihim ecma'in. Minel ana ila qiyami yevmiddin. Mübarək cümə günüdür. Allah inşallah ibadət taatlərimizi qəbul eləsin. Eyni zamanda bugün faşizm üzərində qələbənin 80 ili tamam olur. Allah Böyük Vətən müharibəsində iştirak edən əcdadlarımız, böyüklərimiz, həmvətənlərimiz və dünyanın hər bir nöqtəsindən iştirak edən müsəlmanları rəhmət eləsin, ruhları şad olsun. Eyni zamanda vətənimizin istiqlaliyyəti və azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin məqamları alidir, daha ali qərar versin inşallah. Keçən cümələrdə yadınızda olsa dua barəsində danışırdıq və qeyd elədik ki, dua əhəmiyyətli mövzulardan biridir və dua insanın həyatında təsir eləyən önəmli amillərdən biridir. Biz duanı təskinlik vasitəsi kimi bilməməliyik, görməməliyik. Duanın bir təsiri insana təskinlik verməsidir, aramlıq verməsidir. Amma dua insana təkcə təskinlik üçün göstəriş verilməyibdir. Dua bizim həyatımıza müdaxilə eləyə biləcək bir gücə malikdir Allahın izni ilə. İnsan dua vasitəsilə Allaha müraciət eləyir və Allahı öz işlərinə müdaxilə eləməyə, belə deyək, dəvət eləyir. Bu baxımdan dua çox önəmlidir və duaya biz çox az əhəmiyyət veririk, təəssüf ki. Keçən cümələrdə bu barədə ətraflı şəkildə danışmışıq. Allahın izni ilə münasib fürsətlər düşdükcə yenə də davamlı şəkildə duaya təkid eləyəcək ki, insan mütəmadi dua eləməlidir. Xüsusilə namaz vaxtlarını qənimət bilib dua eləməliyik özümüzə, haqqı üzərimizdə olan insanlara. Söz verdiyim kimi Səhifə-i Səccadiyyədə İmam Zeynulabidin əleyhissalamın bir duası var ki, onu sizlərlə şərh eləyəcəkdik Allahın izni ilə. Və düşünürəm çox önəmli, əhəmiyyətli bir məsələdir. Səhifə-i Səccadiyyənin 8-ci duasıdır. Maraqlanmaq istəyən ola bilər, baxsın. 8-ci dua, orada İmam Zeynulabidin əleyhissalam 44 dənə əxlaqi xəstəlikdən Allaha pənah aparır. 44 dənə şeydən Allaha sığınır ki, Allah indi nə qədər ömür verər, nə qədər şansımız olar, fürsətimiz olar, onu inşallah zaman göstərəcək. Allah ömür versə, qəsdimiz budur ki, bu 44 dənəni sizlərlə bölüşək, ta bizdən də yadigar qalsın və həm də Allah lütf eləsin ki, bunları saydıqca Allah o əxlaqi xəstəliklərlə, rəzalətlərlə mübarizə eləməkdə bizə kömək eləsin. İmam əleyhissalam buyurur ki, dua belə başlayır. Allahümmə inni əuzu bikə min həyəcanil hirs. İmam Allaha pənah aparmaqla başlayır. Əuzu billah, yəni Allaha sığınıram. Allaha pənah aparıram. Duanın ibtidai və ilkin şərtləri özün burada göstərir. Keçən dəfələrdə ki dedik, dua insanın acizliyinin etirafıdır. İnsan acizliyin etiraf eləyir ki, İlahi, mən bacarmıram və bu bacarmamağımda səndən yardım istəyirəm. Gəlir burada İmam əleyhissalam o acizliyin ifadə eləyir. Buyurur ki, Allahümmə inni əuzu bikə. Allahım, sənə sığınıram, sənə pənah gətirirəm, sənə pənah aparıram. Nədən? Min həyəcanil hirs. Hərisliyin həyəcanından, hərislikdən sənə sığınıram. Yəni, bu sayacaq ki, 44 dənə inşallah Allahın izni ilə. Yəni, o deməkdir ki, insan tək başına bunlarla bacara bilməz. İnsan birinci evin boşaltmalıdır, təmizləməlidir. Bu ilkin şərtdir. Əgər evə qonaq dəvət eləyirsə bir insan və yaxud da harasa qonaq dəvət eləyirsə, birinci görülən iş o yerin, o evin təmizliyidir. İçəridə olan artıq şeylərin çölə atılmasıdır. Ona görə İmam Səccad əleyhissalam buyurur ki, Allahım, sənə pənah aparıram, bunları çıxartmaqda mənə kömək ol. Bu 44 dənə bu, inşallah Allah ömür versən, növbəti bir duada isə
Artıq imam istəyir yaxşı xüsusiyyətləri ki, Allah ömür versə, fürsət olsa, eee, vaxtımız olsa bir dəfə də həmən o duaya çatarıq inşallah. Allahdan yardım istəyir ki, hərisliklə mübarizə eləməkdə mənə kömək ol. Və illa əgər sən kömək olmasan, Allah kömək olmasa, insan hərisliklə mübarizə apara bilməz. Çox adam deyir ki, mən həris adam deyiləm. Amma hamı dil pəhlivanıdır. Onu əməldə göstərmək lazımdır. Qurani Kərimdə hərislik mövzusuna önəm verilib. Əlbəttə, mövzu çox genişdir. Mən sadəcə əvvəlki qayda qanunlarımıza, belə deyək, uyğun olaraq məsələnin sadələşdirilmiş ibtidai və əxlaqi yönlərini daha çox qabartmağa çalışıram. Ona görə önəmli bildiyim mühüm məqamları deyirəm. Əsas ana xəttləri deyirəm ki, çox təfərrüata varmayaq. Qurani-Kərimdə təxminən 5 dəfə hərisliklə bağlı mövzu keçibdir, söz keçibdir. Amma hərislik qarşıda deyəcəyimiz kimi bəzən yaxşı mənada, bəzən pis mənada olur. Düzdür, biz hərislik sözün pis mənada daha çox qəbul eləyirik. Yəni bizim leksikonumuzda bir adama desən ki, filan kəs həris adamdır, yəni onun üçün məzəmmət olunan bir hal kimi biz onu deyirik. Amma düzdür, Qurani-Kərimdə və Əhl-Beyt əleyhissalamın kəlamlarında da hərislik pislənilibdir, məzəmmət olunubdur. Amma yaxşı növ hərislik də var ki, inşallah onu Allahın izni ilə deyəcəm. Amma istəyirəm hərisliyin fəsadları barəsində bir neçə dənə hədis oxuyum. Ondan inşallah hərisliyin nə olması barədə qısa aydınlığı gətirərik. Həzrəti Peyğəmbər əleyhissalatu vesselamın mübarək kəlamlarında və Əhl-Beyt əleyhissalamın kəlamlarında həris insan məzəmmət olunubdur. Həzrəti Əmir əl-Müminin Əli əleyhissalamdan bu barədə çox hədis var. Həzrət buyurur ki, La həyaə li hərisin. Həris adamın həyası olmaz. O adam ki, hərisdir, o adamın həyası olmaz. Rubbə hərisin qətələhu hirsuh. Yine Əmir əl-Müminin buyurur ki, nə çox adamlar olubdur, hərisliyi onların ölümünə səbəb olubdur. Əl-hirsu yufsidul əyqan. Buyurur ki, hərislik insanın yəqinin aradan aparır. İnsanı bəlaya salar. Dalizə yenə də Əmir əl-Müminin buyurur, Əl-hərisu fəqirun vələv mələkəd dünya bihəzafiriha. Buyurur, həris insan fəqirdir, imkansızdır. Bütün dünya onun ixtiyarında olmuş olsa belə, həris insan fəqir adamdır. Daim başqalarının əlində gözü olan insanlar dünyanın sahibi olmuş olsa belə, fəqir kimi yaşayırlar. Vay o insanların halına, Həzrəti Rəsulullah buyurur ki, fəqir kimi yaşayırlar, amma zəngin kimi qiyamətdə hesab olunacaqlar. Bu insanların vay halına. Əşqakum əhrəsukum. Yine Əmirül-Müminin buyurur ki, sizin ən bədbəxtiniz ən çox həris olanınızdır. Ən çox həris olan insan ən bədbəxt insandır. Bu qeyd olunanlardan hərisliyin nə qədər əhəmiyyətli dərəcədə çirkin, məzəmmət olunan bir şey olması aydın olur. Gün kimi aydındır. Yaxşı, nədir hərislik? Bir adam desə ki, hərislik nədir? Həris olmaq nəyə deyirlər? Pislənilən və təriflənən hərislik hansıdır? Hərislik insanın qarşısına qoyduğu məqsədə nəyin bahasına olursa olsun çatmaq hissinə deyərlər. Məsələn, fərz eləyək ki, bir adam bir ticarət eləyir. Bu ticarətdə çox qazanmaq istəyir, normaldır, belə də olmalıdır. Tacir gərək çox qazanmağı qarşısına məqsəd qoysun. Amma başqasını ziyana salmaq vasitəsi ilə yox. Öz normal çalışması, ticarətin artırması səbəbi ilə artıq qazanmalıdır. Başqasını bazardan vurub çıxartmaq səbəbi ilə işə girişmək bu hərislikdir. Bu birinci mənasıdır. Yəni, nəyin bahasına olursa olsun, mən o məqama, o posta, o vəzifəyə getməliyəm.
burada bir insanın haqqı tapdalanacaqsa, burada bir insanın abırı gedəcəksə, burada bir insan fərz eləyək öldürüləcəksə, nəyin bahasına olursa olsun, mən nəzərdə tutduğum posta, məqama gedib çatmalıyam düşüncəsi, hissi həmin ona deyirlər hərislik. Bu birincidir. İkinci nədir? İkinci hərisliyin mənası budur ki, sənin olmayan şeyə insanın tamah salması. O şey ki, sənin deyil, mənim deyil. Onu əldə eləməyə cəhd eləmək, başqasının əlində olan şeyə cəhd eləməyə deyərlər hərislik. Daha dolğun tərcüməsi budur. Başqasının əlində olan, onun mülkiyyətində olan şeyi hansı variantla olursa olsun, onun əlindən almağa deyirlər hərislik. Bu çox pis və bəyənilməyən bir xüsusiyyətdir. İnsan gərək bu haldan Allaha sığınsın. İslam düşmənlərinin İslamla mübarizə metodlarından biri də dəyərlərin və o məfhumların təhrif edilməsidir. İllərdir bəzən deyilir minbərlərdən, müxtəlif formalarda deyirlər ki, möminlər gərək çox dünya malına sahib olmasınlar. İman əhlinin çox pulu, vəzifəsi, postu olmamalıdır. Belə bir sözlər deyirlər. Dünya malına həris olmamalıdır. Söz düzdür, amma batil məqsədə istifadə edilir. Əli əleyhissalamın Nəhcül Bəlağədə bir kəlamı var. Həzrət Əli əleyhissalam buyurdu ki, sözünüz düzdür, amma düz sözü batil məqsədə istifadə edirsiniz. Bəli, insan həris olmamalıdır, amma həris olmamalıdının mənası bu demək deyil, insanın dünya malından hesad olmamalıdır. Həris olmayının mənası bu demək deyil, vəzifəyə sahib olmamalıdır, posta sahib olmamalıdır. Nə yaxşı bu barədə Qurani-Kərimin ayələri var, Qurani-Kərimin surələri var. Yoxsa bir qrup insanlar adamı küfrdə ittiham eləyərdilər. Bir sıra cəmiyyəti küfrdə ittiham eləyərdilər. Vəzifə pis idisə Həzrəti Yusuf əleyhissalam o dövrdə iqtisadi vəziyyəti düzəltmək üçün özü öz namizədliyini irəli sürür. Məqam pisdirsə, post pisdirsə Həzrəti Süleyman əleyhissalam Allahdan elə bir mülk istəyir. İlahi mənə elə bir mülk ver. Nə məndən əvvəl, nə məndən sonra istəsə o mülkü verməyirsən. Pisdirsə bunlar niyə istəyiblər? Peyğəmbərlər niyə bunu istəyiblər? Deməli, məsələ o deyil. Məsələ odur ki, başqasının əlində olanı zorla almaq olmaz. Qurani-Kərimdə Həzrəti Adəm əleyhissalamın cərəyanında bu məsələdir. Hərislik mövzusudur. Adəm əleyhissalamı bu işə vadar eləyən, ilahi əmrə qarşı çıxmağına səbəb olan şeylərdən biri də hirsinə, hərisliyinə sahib ola bilməməsi idi. Əzmkarlıq göstərmədi, Qurani-Kərimin ayəsi buyurur. Həzrəti Adəmə Allah buyurdu ki, bu behişt bütün nemətləri ilə sənin ixtiyarındadır. Hansından istifadə eləyirsən elə, ye, iç, amma bu ağaca yaxınlaşma. Bu sənin deyil. Bu sənin mülkiyyətin deyil. Baxın, Həzrəti Adəm əleyhissalam o boyda cənnətin içərisində, bağ-bağatın içərisində ona aid olmayan ağaca şeytanın vasitəsilə meyl saldı. Şeytan gəldi, vəsvəsə elədi, ona aid olmayan ağaca tamah saldı və Həzrəti Adəmi bəlaya saldı. Dünya çətinliyinə saldı. Axirət çətinliyinə də düşəcəkdi əgər istiğfar tövbə eləməsəydi. Diqqət edirsiniz, Həzrəti Adəm əleyhissalam bütün dünya onun əlində idi. Həzrəti Adəmin problemi o idi ki, ona aid olmayan ağaca da əl uzadırdı və orada gəldi, Allah müdaxilə elədi ki, artıq burada olmaz. Və sən o ağacı yeyirsən, ye, amma bunun acı nəticəsi sənin birinci öz vücudunda, sonra övladlarında biruzə verəcək. Onlar ki, o hirsinə sahib ola bilmədi və hirs, yəni həmin o hərisliyinə sahib ola bilmədi, o meylinə nəzarət eləyə bilmədi, qadağan olunmuş ağacdan yedi, ağacdan yeyəndən sonra, həmin o meyvəni yeyəndən sonra ilk olan iş onların əynindən paltarlarının tökülməsi oldu. Yəni qidanın, başqasının malına əl uzatmağın acı nəticəsi insanın dünyada abrının getməsinə səbəb olacaq. Çılpaqlıq bu günləri bəzən deyirlər mədəniyyətdir, amma Qurani-Kərim çılpaqlığı cəza kimi müəyyənləşdirir, cəza kimi tanıtdırır. O olan şeydir, amma nəyin nəticəsində oldu? Hərisliklərin nəticəsində bu günləri insanlar pis durumda bir-birlərinin qarşısına çıxırlar, bir-birlərinə hörmət, ehtiram qail deyirlər.
Ona görə hərisliyi balaca məsələ bilməyək. İnsan başqasının əlində olan nəyinsə onun əlindən çıxmasına və öz əlinə çatmasına can atır. Buna deyirlər bu hərislik halı. İnsan gərək bununla mübarizə aparsın. Bəzən bu özümüzə aiddir. Biz geniş böyük işlərlə işimiz yoxdur. Bəzən ola bilər ki, insan birinin malını görür, deyir ki, kaş mənim əlimə keçə o. Nəyin bahasına olursa olsun, mən onun alverinə, mən onun nəyinsə müdaxilə edib onu sıradan çıxartmalıyam. Hərislikdir. Bəzən ola bilər ki, bir insanın elmi ilə bu formada həris olar insan. Ki, o yadından çıxartsın bunu. Əgər əlində olsa, gedər onun əlindən alar. Və yaxud bu və bunun kimi yüzlərlə mən çox o detallara girmək istəmirəm, tam belə şəffaflığı ilə demək istəmirəm. Hər kəsən özü və ətrafında olanları özü öz qarşısına qoyub düşünə ki, mən həqiqətən həris adamam yoxsa yox. Və insan görəcək ki, hamımız bizim də hardasa, hansısa bir nöqtədə hərisliyimiz var. Biz də hərislik eləyirik bəzən. Bizim olmayan şeyin bizim əlimizə keçməsinə cəhd eləyirik. Və yaxud da fikrimizdə olur. Gücümüz çatmır, amma fikrimizdə bu olur ki, kaş mənim imkanım ola, məsələn, filan kəsi və filan işdən azad eləyib, özüm onun yerinə keçərdim. Və yaxud da filan yerə getmək üçün nəyin bahasına olursa olsun, nə olursa olsun mən deyən irəli getsin deyə filan iş eləyərdi. Bunların hamısı hərislikdir və insanı bədbəxtliyə sürükləyən amillərdən biridir. Ona görə İmam Zeynulabdin əleyhissalam buyurur ki, Allahım sənə pənah aparıram ki, mən həris olmayım. Hərisliklə mübarizə eləməkdə mənə yardım elə. Mənə kömək elə hərisliklə mübarizə aparmaqda. Bu pislənilən növ hərislik. Amma bir növ hərislik də var. O Hz. Peyğəmbər əleyhissalamın barəsində Qurani-Kərimdə deyilibdir və o hərislik yaxşı hərislikdir. İnsan burada gərək həris ola. Ayəsini oxuyum. Tövbə surəsi 128-ci ayədə oxuyuruq. Laqad ca'akum rasulun min anfusikum. Sizin özünüzdən sizə peyğəmbər göndərildi. Əzizun alayhi ma anittum. Sizə çətin olanlar onun üçün daha çətindir. Harisun aleykum bil mu'minina raufur rahim. Və o peyğəmbər sizin hidayətiniz üçün hərisdir. Və möminlər üçün Allah isə rauf və mehribandır, rəhimdir. Diqqət edirsiniz, peyğəmbər üçün buyurur ki, harisun aleykum. Peyğəmbər insanların, kafirlərin, müşriklərin hidayəti üçün hərisdir. Yəni əlində olan bütün nəyi varsa verməyə hazırdır, tək ki bir insan hidayət olsun. Baxın, fərqə baxın. Bəzisi bütün əlində olan imkanlardan, maldan, mülkdən, nədən istifadə eləmək istəyir. Nəyin bahasına olursa olsun, mən o posta çatım, məqama çatım, ya filan kəsi postdan, məqamından, dükanından, bazarından hardan çıxardım. Bir qrupu buna hərislik eləyir. Bir qrupu isə əksinə. Bir qrupu isə deyir ki, yəni bir qrupu deyir də Peyğəmbər əleyhissalam isə deyir, nəyin bahasına olursa olsun, bir insanı mən hidayət eləyim. Burada əziyyətə düşəcəm olsun. Çətinliyə düşəcəm olsun, ailəm çətinliyə düşəcək olsun. Taha, ma ənzəlnə aleykəl Qur'anə litəşqa. Taha surəsinin 2-ci ayəsidir. Buyurur ki, biz sənə Qur'anı nazil eləmədik özü çətinliyə salasan. Ləəlləkə baği'un nəfsək. Az qalırsan özü öldürəsən bunların hidayəti üçün. Belə eləmə. Görürsünüz nə gözəldir hərislik. Bu mənada hərislik bir iftixardır, bir peyğəmbərin iftixarıdır. Ki, bir peyğəmbər yaxşı iş üçün, insanların hidayəti üçün hərisdir. Bir insan yaxşılığın cəmiyyətdə bərpa olması üçün həris ola. Hər nəyindən keçməyə hazır ola ki, təki bir cəmiyyətdə bir birlik olsun, vəhdət olsun, barışıq olsun, mehribançılıq olsun. Belə hərislik olsa nə gözəl. Allah bu mənada bizi həris eləsin. Amma bu mənanı ikinci mənada bu. Ki, bu bəyənilən hərislikdir. Bu cür həris olacaqsa bir adam qoy olsun. Amma çox təəssüf ki, bu cür hərislərimiz elə Peyğəmbər əhl-i beyti və ondan sonra az qism istisna olmaqla heç birimizdə olmur. Bəzən heç əhəmiyyətli də görsənmir bizim üçün. Biz bir insanın dinə gəlməsi üçün nə qədər hərislik göstəririk? Təkcə hərislik bu mənada yox ki, ancaq ona ayəni, hədisi deyəsən. Yox,
Peyğəmbər Əhl-i-Beyti öz əməli ilə hər istəklərini ifadə eləyirdilər. O qədər ibadəti ilə, duası ilə, yaxşılığı ilə, gözəl əxlaqı ilə, bağışlamağı ilə insanların hidayətinə həris olduqlarını ifadə eləyirdilər. Təkcə ayə hədis deməklə iş bitmirdi. Peyğəmbər Əhl-i-Beyti əməli ilə insanları dəvət eləyirdilər. Əməli ilə onların hidayəti üçün çalışırdılar. Ona görə bu mənada olan hərislik gözəldir. Amma qeyd elədiyim əvvəlki mənada o hərislik ki, başqasının əlində olan mülkü nəyin bahasına olursa olsun ondan alım, başqasının vəzifəsindən getməsi üçün nəyin bahasına olursa olsun o getsin vəzifədən və yaxud da nəyin bahasına olursa olsun mən gəlim o vəzifəyə, buna deyirlər hərislik. Və burada Allahın lütfü və yardımı olmasa insan bacarmayacaq. Buna görə İmam Zeynul Abidin əleyhissalam buyurur ki, Allahümmə inni əuzu bikə min həyəcanil hirs. Allahım sənə pənah aparıram həris olmaqdan. Pis mənada həris olmaqdan sənə pənah aparıram. Başqasının əmlakına göz dikməkdən, başqasının əmlakının əlindən çıxıb mənim əlimə keçməsi üçün çalışmaqdan sənə pənah aparıram. Və heç kəs də buradan sığortalanmayıbdır. Heç kəs Əhl-i-Beyt əleyhissalamdan bir kəlam var. Çox gözəl nurani kəlamdır. Buyurur bizdən başqa heç kim deyə bilməz ki, qəlbimiz təmizdir. Heç kəsə qarşı bizim kinimiz yoxdur, küdurətimiz yoxdur. Biz təmiz qəlbliyik, biz mələkik. İnsan cildindən mələkik. Bunu Peyğəmbər Əhl-i-Beytindən başqa heç kəs deyə bilməz. Amma insan cəhd eləyər, özün kontrolda saxlayar, nəzarətdə saxlayar. Nəzarətdə saxlamaqla bəli gələr, mələkdən də üstün məqama çata bilər. Peyğəmbər Əhl-i-Beytinin zümrəsinə daxil ola bilər. Bu mümkündür. Amma Allahın lütfü və yardımı ilə mümkündür. Ona görə İmam Zeynul Abidin əleyhissalam buyurur ki, Allahım sənə pənah aparıram, sən yapış əlimdən, sən mənə kömək ol ki, bu hərislik bəlasından qurtara bilim. Bu mənada çox önəmli bir sözdür, çox önəmli bir duadır ki, qeyd elədim, insanın yəqinin xarab eləyər, insanın abrını aradan aparar, insanı dünya axirətdə zəlil eləyər. Və nə bəla desən, hərisliyin nəticəsində insan başına gələr. Bu baxımdan İmam Zeynul Abidin əleyhissalam Allaha pənah aparır. Allah sizi bizi, hər birimizi pis mənada hərisliklərdən qorusun və bizi yaxşı hərislərdən qərar versin inşallah. Bismillahirrahmanirrahim. İnna a'teynakal kevsar fasalli li rabbika vanhar. İnne şaniyeke huvel abtar. Sadaqallahul aliyyul azim.